Heç fikirləşmisiniz Wall Street necə bu qədər milyarder yaradır? O sirlər nələrdir? Baxın, bugün biz məhz o qapalı qapıları aralayacağıq və o gizli strategiyaları hamının başa düşəcəyi dildə izah edəcəyik. Gəlin, birlikdə bu kodu sındırmağa başlayaq. Bax, bu sitat əslində hər şeyi deyir. Yəni, söhbət ali maliyyə məsləhətlərindən getmir, əsla. Söhbət planetdə ən çox milyarder yaradan bir sənayenin, bir sistemin təməl biliklərindən gedir. Və ən əsası odur ki, bu biliklər qəsdən bilərəkdən əlçatmaz saxlanılır. Sadəcə bir təsəvvür edin. Dünyanın ən yaxşı universitetlərinə girməkdən daha çətindir ora daxil olmaq. 100 minlərlə, bəlkə də ən parlaq beyin müraciət edir, amma onlardan yalnız 4% o qapıdan içəri girə bilir. Bilirsiniz, bu təsadüfi bir rəqəm deyil əsla. Bu, məhz o bilikləri içəridə saxlamaq üçün hörülmüş hündür bir divardır. Yaxşı, bəs bu qədər ciddi qorunan sirlər əslində nədir? Hə, biz də bugün məhz o qapıları açmaq üçün buradayıq. Elə isə hazırsınızsa, gəlin başlayaq və Wall Street-in düşüncə tərzini, o beyinlərin necə işlədiyini öyrənək. Deməli, birinci və bəlkə də ən vacib sir bankirlərin beyninə girməkdir. Onların demək olar ki, istənilən şirkətə, istənilən investisiyaya baxarkən istifadə etdikləri gizli bir çərçivə var. Gəlin görək bu çərçivə nədir? Baxın, adının belə mürəkkəb səslənməyi sizi qorxutmasın. Bu, hansısa nəzəri bir konsepsiya deyil, heç də. Bu, milyard dollarlıq müqavilələrin taleyini həll edən çox praktik bir alətdir. İnanın mənə, Wall Street-də heç bir ciddi qərar bu təhlil aparılmadan verilmir. Hə, bax, həmin 5 qüvvə bunlardır. İlk baxışdan bəlkə də sadə görünə bilər, amma əsl gücü, əsl mahiyyəti praktikada ortaya çıxır. Gəlin ən yaxşısı konkret bir nümunəyə baxaq. Məsələn, bu qüvvələr dünyanın ən dəyərli şirkətlərindən biri olan Apple üçün necə işləyir? Deməli, birinci qüvvə rəqabət. Məsələ ondadır ki, Apple sizə sadəcə bir telefon satmır, yox. Onlar sizi öz dünyalarına, öz ekosistemlərinə həbs edirlər. Düşünün, bir iPhone alırsınız, sonra qulaqlıqlar, sonra saat, sonra kompüter. Heç fərqinə varmadan bir də baxırsınız ki, bütün həyatınız onların məhsulları ətrafında qurulub. Və oradan çıxmaq, yəni başqa brendə keçmək demək olar ki, mümkünsüz olur. İnanın, bu təsadüf deyil, bu çox dəqiq hesablanmış, soyuqqanlı bir strategiyadır. Keçdi ikinci qüvvəyə. Bazara yeni rəqiblərin girməsi nə qədər asandır? Gəlin bir anlıq düşünək. Tutaq ki, sabah siz Apple-a rəqib olmaq istəyirsiniz. Nə lazımdır sizə? Milyardlarla, bəlkə 10 milyardlarla dollar sərmayə, 10 illərlə qurulmuş istehsal və təchizat zənciri, bütün dünyanı əhatə edən satış şəbəkəsi, bu sanki hündür bir qala tikmək kimidir. Və Apple-ın qalası demək olar ki, fəthedilməzdir. Və üçüncü qüvvəyə gəldik, alıcıların gücü. Yəni siz tək bir müştəri kimi Apple üçün heç bir əhəmiyyət kəsb etmirsiniz. Amma onlar bununla da kifayətlənmir, daha da irəli gedirlər. O məşhur yaşıl mesaj söhbəti var ha, dostlarınızın sizə Android işlətdiyiniz üçün lağ etməsi, bax bunların hamısı sosial təzyiqdir və Apple bu təzyiqdən sizi öz müştərisi kimi saxlamaq üçün çox məharətlə istifadə edir. Bu, əslində dahiyanə bir psixoloji oyundur. Yaxşı, deməli bir sənayenin rəqabət mühitini anladıq, amma indi başqa bir sual ortaya çıxır. Bəzi şirkətlər necə olur ki, bu amansız rəqabətə illərlə, hətta 10 illiklərlə qalib gəlir? Hə, cavab onların biznes xəndəklərində gizlidir. Yəni, şirkəti rəqiblərdən qoruyan o görünməz qalxanlarda. Bir şirkətin xəndəyi, yəni o qoruyucu qalxanı, fərqli formalarda ola bilər. Məsələn, Red Bull kimi çox güclü bir brend. İnsanlar daha baha olsa belə, gedib məhz onu alırlar. Ya da məsələn, Amazon kimi nəhəng bir miqyas. Elə böyüdür ki, heç kim onun qiymətləri ilə rəqabət apara bilmir. Bax, bu kimi üstünlüklər şirkəti çox uzun müddət qoruyur. Miqyas xəndəyinin bəlkə də ən mükəmməl nümunəsi Amazonun Volan effektidir. Deyilənə görə, Jeff Bezos bunu bir dəfə sadəcə bir salfet üzərinə çəkib. Və bu sadə diaqram əslində bütün şirkətin uğurunun sirridir. Məntiq çox sadədir. Daha aşağı qiymətlər daha çox müştəri gətirir. Daha çox müştəri isə qiymətləri daha da aşağı salmağa imkan verir. Bu, bir dəfə fırlanmağa başlayandan sonra dayandırmaq mümkün olmayan bir çarxdır. Yaxşı, bəs o filmlərdə gördüyümüz bahalı kostyumlu bankirlər var ha, bütün günü mürəkkəb riyazi modellər quran. Onlar əslində nə işlə məşğuldular? Gəlin biraz da bu haqda danışaq və investisiya bankçılığı ilə bağlı ən böyük mifləri darmadağın edək. Hamı elə bilir ki, investisiya bankiri olmaq üçün mütləq Harvard və ya Oxford diplomu lazımdır, düzdür? Xeyr, tamamilə yanlış. Bu bəlkə də ən böyük mifdir. Hətta, baxın, bu təhlilin əsaslandığı mənbənin müəllifi özü universitetə getməyib, amma sıfırdan çox uğurlu bir investisiya bankı qurmağı bacarıb.
Bax bu diaqram əslində bütün təsəvvürləri alt-üst edir. Deməli, uğurlu bir banker olmaq üçün hansısa maliyyə dahisi olmağa ehtiyac yoxdur. Əsas məsələ tamamilə başqadır. İnsanları anlamaq, onlarla dil tapmaq, etibar qazanmaq və bəli, satış etməyə bacarmaq. Yəni işin əsl mahiyyəti rəqəmlər deyil, münasibətlərdir. Fərqi başa düşmək üçün belə bir bənzətmə edək. Uğursuz bankir əlindəki bir açarla gəzib, o açara uyğun qapı axtarır. Yəni, bir ideyası var və ona müştəri axtarır. Amma uğurlu bankir tam tərsinə edir. O əvvəlcə bağlı bir qapı, yəni bir problem tapır və sonra o qapını açmaq üçün doğru açarı, yəni doğru həlli yaradır. Fərq, bax, budur. İndi isə gəldik çox maraqlı bir hissəyə. Adətən analitiklərin 2 il ərzində öyrəndiklərini biz sizə cəmi bir neçə dəqiqəyə izah etməyə çalışacağıq. Sual budur. Bir şirkətin əsl dəyərini necə hesablamaq olar? Gəlin qiymətləndirmənin, yəni dəyərləndirmənin ən vacib prinsiplərinə nəzər salaq. O mürəkkəb maliyyə hesabatları var ha, adətən adamın gözünü qorxudur. Amma əslində hər şeyin kökündə çox sadə bir tənlik dayanır. Nə qədər pul qazanırsan, ondan nə qədər xərclədiyini çıxırsan və sonda sənə nə qalır? Vəssalam. Mənfəət və zərər hesabatı deyilən şey bax budur. Bəs balans hesabatı nədir? O da sanki şirkətin maliyyə sağlamlığının müəyyən bir anda çəkilmiş foto şəkli kimidir. Çox sadə. Şirkətin nəyi var, yəni aktivləri və kimə nə qədər borcu var, yəni öhdəlikləri. Bu qədər bəsit. Və indi gəldik başqa bir insider, yəni daxili sirrə. Bunu sizə biznes məktəblərində öyrətməyəcəklər. Kitablar sizə mürəkkəb nəzəri modellər öyrədəcək. Amma real həyatda, Wall Streetdə reallıq tam başqadır. Oradakı peşəkarlar daha sadə, daha praktik bir yola əl atırlar. Sadəcə baxırlar ki, oxşar şirkətlərin dəyəri hazırda nə qədərdir. Unutmayın, praktikada işləyən metod nəzəriyyədən həmişə daha güclüdür. Yaxşı, bütün bu çərçivələri, modelləri, strategiyaları hamısını bir anlıq unudun. Çünki indi sizə Wall Street-in ən böyük sirrini açıqlayacağıq. Elə bir sir ki, onu heç yerdə öyrətmirlər. Hər şeyin təməlində dayanan o əsl güc mənbəyini. Və o ən böyük sir əlaqələrdir. Bəli, düz eşitdiniz. Nə mürəkkəb maliyyə modelləri, nə də Excel cədvəlləri. Əsl güc güvənə əsaslanan insan şəbəkəsidir. Baxın, mənbənin, müəllifinin, mentorunun 40 il ərzində ilbəil qurduğu əlaqələri var. Bu, heç bir pulla satın alına bilməyən, ancaq zamanla qurulan əsl sərvətdir. Beləliklə, gördüyünüz kimi, Wall Street-in iş prinsiplərini, o çərçivələri öyrənmək mümkündür. Amma ən axırda hər şey gəlib bir suala dirənir. Bu bilikləri əldə etdikdən sonra o ən güclü sərvəti, yəni dünya səviyyəli insan əlaqələrini sıfırdan qurmaq olarmı? Bəlkə də bu sualın cavabı hər birinizin öz hekayəsində gizlidir.